Gəncədə meyidi tapılan Elgün İbrahimovun anası Fizə Zeynalova dünən Müsavat.com-a müsahibə verib. 17 gündür müəmmalı şəkildə oğlunu itirən Fizə Zeynalova istintaqın gedişatı ilə bağlı fikirlərini bölüşüb. Mərhumun anası istintaqın gedişindən narazı olmadığını bildirib. 16 gün az vaxt deyil, amma gedib görürük ki, iş gedir. Bugün qeyri-iş günüdür, amma onlar yenə də işləyirlər. Adam bunu dana bilməz. Necə deyə bilərəm ki, baxmırlar, maraqlanmırlar, iş gedir, nə vaxt gedirik, çıxırlar, suallarımızı cavablandırırlar. Fizə Zeynalova oğlunun ölümü ilə bağlı hər hansı məlumatı ola biləcək şəxslərə də müraciət edib. Kimsə nəsə bilirsə, hiss edirsə, istintaqa kömək etsin. Qorxan, çəkinən varsa da xahiş edirəm ki, bizə istintaqa kömək etsinlər. Biz bilirik ki, Elgün öldürülüb. Onun hansı xəsarətlər alması ilə bağlı disk var. Aldığı xəsarətlərlə bağlı xəstəxanadan rəsmi sənəd də almışıq. Təbii ki, döyülərək öldürülüb deyə ana bildirib. Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasının dəyişməsindən 17 gün keçir.